Peyğəmbər sallallahu aleyhi və səlləmə Quranın nazil olması, Quranın insana, yəni insanlar içərisindən seçilmiş bir insana nazil olması onu göstərir ki, bu kitab izaha ehtiyaclı kitabdır. Niyə? Çünki Allah Teala əgər bu kitaba insanların birbaşa başa düşülməsi, birbaşa insanların bu kitaba müdaxilə edib başa düşməsini və insanların ehtiyacı yoxdur kimsə onlara izah etməsini, başa salmasını, əgər belə bir şəriət bizə nazil etsəydi, onda kitabı nazil edərdi və deyərdi ki, oxuyun, mələk vasitəsilə. Və bu daha ağılla daha ecazkar olardı, yəni mələk göydən kitabı gətirərdi. Və Allah Teala buna qadir idi. İnsanlardan içərimizdən birinə Muhammed sallallahu aleyhi və səlləmə nazil olması bu dəlildir ki, o kitab izah olunmağı üçün insanlar içərisindən bir insan lazımdır. Aydındır? Yoxsa Allah Teala kitabı nazil edərdi və insanlara deyərdi ki, oxuyun, kim necə istəyir, elə oxusun. Ona görə sünnəyə ehtiyac var.